Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Bu gün biz sizinlə sınaq 1-in düzgün cavabları ilə tanış olacağıq. Gəlin keçək sınağımızın izahına. Deməli dəyərli müəllimlər, birinci sualda deyir ki, kompleks hesab nədir? Kompleks hesab biz demişdik ki, bir neçə lifin birləşməsindən yaranan saplara deyilirdi. Ona görə düzgün cavab B variantı. İkinci sualda deyir ki, sintetik liflər neçə qrupa bölünür? Dəyərli müəllimlər, biz demişdik ki, sintetik liflər hansıları idi? Sintetik liflər özü 2 yerə bölünürdü. Deməli, ümumilikdə götürəndə kimyəvi liflər özü 2 yerə bölünürdü. Süni və sintetik olurdu. Sünilər özü 3 yerə bölünürdü. Sintetiklər də 2 yerə bölünürdü. Bizdən burada sintetik liflər soruşur. Sintetik liflər də özü 2 yerə bölünür. Karbon və heterogen quruluşlu olur. Ona görə düzgün cavab A variantıdır. Ondan sonra deyir ki, 3 nömrəli testdə deyir ki, nömrəni təyin edən zaman sabit qalan hansı kəmiyyətdir? Deməli, biz metrik düstura əsasən demişdik ki, nömrəni təyin edən zaman dəyişməyən kəmiyyət çəki idi. Yəni ağırlıq sistemi idi. Ona görə sabit qalan B variantıdır. Keçdik 4-cü suala. Deməli, dəyərli müəllimlər, 4-cü sualda deyir ki, bitki mənşəli liflərin tərkibi əsasən nədən ibarət olur? Biz dedik ki, bitki mənşəlilər sellyulozalı, heyvan mənşəlilər süd zülallı, mineral mənşəlilər isə mineral tərkibli olurdu. Bizdən də buradan bitki mənşəliyini soruşduğuna görə düzgün cavabımız B variantıdır. Sonra keçdik materialşünaslıq nəyi öyrənir? Materialşünaslıq biz sizinlə materialşünaslığı öyrəndikdə dedik ki, materialşünaslıq əsasən materialın ilkin emalından son mərhələsinə qədər, yəni sadədən mürəkkəbə doğru materialların alınma xüsusiyyətlərini öyrənir. Ona görə də bizdə düzgün, yəni uyğun gələn cavabımız materialların növlərini və xüsusiyyətlərini öyrənir. Düzgün cavabımız A variantıdır, dəyərli müəllimlər. Sonra 6-cı sualımız. 6-cı sualda deyir ki, təbii liflər hansılardır? Təbii liflər gəlin baxaq görək hansılardır. Verib kapron, neylon, pliefir, pambıq, kətan, poliefir, viskoz, pambıq, kətan, yun. A variantı aid deyil. Adından da göründüyü kimi. B də aid deyil, C də aid deyil. Düzgün cavabımız D variantıdır. Sonra keçdik 7-ci testimizə. 7-də deyir ki, sintetik liflərin üstünlüyü nədir? Sintetik liflərin üstünlüyü deyəndə ilk öncə axlımıza gəlir onun davamlı olmağı. Ondan sonra elastik olmağı və əsas meyarı ucuz başa gəlməsi. Deməli, birinci varianta baxanda yüksək higroskopikliyi deyəndə o heç vaxt sintetikə aid ola bilməz, özünüz bilirsiniz. Ona görə elə biri çıxardan kimi düzgün cavablar adamın gözünün qarşısında yəni durur ki, hansı cavablar düzgündür. Yəni belə də bu yolla da tapmaq sizin üçün daha sadə olar. Ona görə düzgün cavabımız hansıdır? D variantı. Keçdik 8-ci suala. 8-ci sualda deyir ki, poliemirlər hansı xammaldan alınırlar? Bilirik ki, poliemirlər sintetik olduqlarına görə onlar əsasən xammal nə idi? Neft və qaz məhsulları idi. Ona görə düzgün cavab B variantıdır. Davam edirik. Sonra gəlir 9-cu. 9-da deyir ki, ən çox istifadə olunan bitki mənşəli lif hansıdır? Biz bilirik ki, ən çox istifadə olunan lifimiz hansıdır? Pambıq. Nəyə görə? Bax, deyirik ki, trikotaj lifli parçaların alınmasında, sapların əmələ gəlməsində, ondan sonra partlayıcı maddələrin tərkibini doldurmasında, ondan sonra təbabətdə, hər yerdə demək olar ki, pambıqdan istifadə olunur. Ona görə də hətta ipəklərin alınmasında belə keçmişdik ki, 50% pambıq təşkil edirdi. Ona görə də burada vururuq, ən çox istifadə olunan bitki mənşəli lif pambıqdır. Sonra 10-cu testimizdə deyir ki, sintetik liflər necə əldə edilir? Dəyərli müəllimlər, sintetik liflər elə bayaqki sualdan da dediyimiz kimi neft və qaz emalı yolu ilə. Ona görə düzgün cavab B-dir. Sonra ərik sapının şilixlənməsinin məqsədi nədir? Biz
biz sizlə əriş sapının şirinlənməsini keçmişdik. Hər bir müəllimin burada çətinliyi olur. Bəzən əksəriyyətiniz burada testdə səhv eləmişdiniz. Əriş sapının şirinlənməsi deyəndə biz dedik ki, onun əsasən üzərində nə edirdi? Davamlılığını artırırdı. 20%-ə qədər hətta onda dəyişiklik olurdu. Ona görə də düzgün cavabımız B variantıdır. Sonra şəkildə hansı lif verilibdir? Burada çoxunuz demək olar ki, səhv eləmişdiniz. Bu sizi çaşdırmışdı. Bəlkə də belə daha həvəsli görsəndiyi üçün çaşmışdınız. Əslində elə deyil. Bu şəkildə göstərilən lifin adı pambıqdır. Çox müəllim bambuq yazmışdı, amma bambuq deyil. Bu arada yadıma düşmüşkən, gərək bambuğun şəklini sizə atım ki, pambıqdan onu fərqləndirə biləsiniz. Sonra keçdik 13-cüyə. 13-də deyir ki, alnit sapı hansı xüsusiyyətlərə malikdir? Alnit sapı nə demişdik? Elastik idi, səthi hamar olurdu, gözəl xarici görünüşə malik olurdu. Ona görə də düzgün cavabımız B variantıdır. Sonra 14-cü testdə deyir ki, metrik nömrəsi 80 olan sapın qalınlığı ilə metrik nömrəsi 20 olan sapın qalınlığını müqayisə edin. Hansı sap daha qalındır? Müəllimlər, biz sizlə dərs keçəndə nə demişdik? Dedik ki, sapın nömrəsi qalxdıqca, yəni sapın qalınlığı da nazikləşir. Yəni burada 20-nin 80-dən kiçik olduğunu görüb bizi çaşdırmasın. 20 nömrəli sap 80 nömrəli sapdan daha qalındır. Ona görə də düzgün cavabımız 20-dir. Metrik nömrəsi 20 olan sap daha qalındır. Sonra gəldik 15-ə. 15-də də deyir ki, sapların hazırlanmasında xam mal nəyi ifadə edir? Xam mal təbii və süni liflərin. Təbii ki, çox sadə sualdır. Sapın metrik nömrəsi və tekstil arasındakı oxşar və fərqli cəhətlər nədir? Sapın metrik düsturu deyəndə, sapın metrik nömrəsi sapın uzunluğunu, tekstil isə çəkisini ölçür. Lakin hər ikisi sapın keyfiyyətini müəyyən etmək üçün istifadə rolunu oynayır. Ona görə də düzgün cavabımız B variantıdır, dəyərli müəllimlər. Sonra gəlir 17. 17-də də deyir ki, çillə maşını aşağıdakılardan hansı işləri yerinə yetirir? Deməli, ipliklərin kardılanmasını və yumşaldılmasını, liflərin bir-birinə bağlanmasını. Düzgün cavab C variantıdır. Dəyərli müəllimlər, çox uzatmadan deyirəm ki, qoy video daha uzun olmasın. Siz də rahatlıqla qulaq asa bilərsiniz. Amma bu sualda çətinlik çəkdiyinizə görə istəyirəm bu sualın üzərində biraz danışım. Dəyərli müəllimlər, çillə əməliyyatını biz sizdən keçəndə dedik ki, çillə əməliyyatı nə məqsədlə istifadə olunurdu? Sapların, yəni parçanın toxunmasında müəyyən naxışlar, parçanın özündən verilən naxışlar var idi ki, həmin naxışları çillə barabanı vasitəsilə verilirdi. Yəni tutalım ki, mən bir parça toxuyuram və bu parçanın üzərində quş şəkli olacaq, nə bilim gül şəkli olacaq. Parçanın özündən, qoyulma yox, yəni dekorativ yox. Bunun üçün, yəni mən nə lazımdır? Yaşıl və qırmızı rəngdə sap lazımdır. Təbii ki, mən toxuduğum sapda, parçada ağ rəngdədir. Həmin bu yaşılla qırmızı axı bu parçanın özündən toxunur. Həmin ona, o istənilən məqama gəlib çatdıqda, həmin səmtə, o sapı toxumaqdan ötürü mən müəyyən uzunluqda qırmızı, müəyyən uzunluqda da yaşıl saplar götürməliyəm. Həmin onları çillə barabanına hörürəm, doluyuram və artıq əriş barabanında sap iş getdikdə, yəni avtomatik olaraq ora çatanda sapın özündə avtomatik mexanizm olur, toxuma materialının özündə. Təzgahın. Avtomatik olaraq çillə barabanından əriş barabanına ötürülür və gülün yeri gəlib çatanda, yəni o gülü oradan ora toxuyurlar. Başa düşürsünüz? Yəni bu loğru dildən sizə izah edirəm ki, adətən çillə əməliyyatında müəllimlər çox çətinlik çəkirlər. Yəni adətən demək olar ki, əsas səhvlərdə bu testin üzərində olmuşdu. Ona görə istədim ki, biraz geniş danışım. Ümid edirəm ki, yəni hər biriniz üçün aydın, anlaşılıqlı oldu. Yenə də çalışacağam ki, bunun haqda sizə bir əlavə konspektə hazırlayım atım qrupa. Ona görə deməli 17-ci testimizdə düzgün cavabımız C variantıdır. Ondan sonra keçirik 18-ə. Deməli 18-ci testimizdə də deyir ki, çiçək tekstil müəssisəsində yeni ekoloji təmiz parça seçimi üçün araşdırma aparır. O, pambıq, bambuq, sintetik liflər arasında seçim etməlidir. Müştərilər daha yumuşaq, antibakteriyal və nəfəs alan parçalar istəyirlər.
Çiçək hansı lifi seçməlidir və bu lifin üstünlüklərini necə izah eləyə bilər? Deməli, dəyərli müəllimlər, burada bizə antibakteriyal sözün verir deyə düzgün cavab o saat düşünmədən bambuku götürürük. Bambuk lifi çünki çox yumşaq, həm də antibakteriyal, ekoloji cəhətdən təmizdir. Hətta biz bambuku keçəndə demişdik ki, allergik xüsusiyyətləri olan, xəstəlikləri olan insanlar daha çox bambukdan istifadə edirlər. Ona görə yəni bunu açar sözü olaraq yadınızda saxlayın bir nöqtə olaraq. Ondan sonra keçdik 19-a. Üzr istəyirəm. Deməli, 19-da da deyir ki, parçanın ümumi keyfiyyətinə hansı amillər təsir eləyir? Biz dedik ki, hələ sizlə qüsurlar keçəndə dedik ki, parçanın əsas keyfiyyəti nə təyin eləyirdi? Fiziki, mexaniki xüsusiyyətləri və səthində olan qüsurlar. Ona görə də düzgün cavabımız C variantıdır. Sonra 20-də. 20-də də deyir ki, düist 161-86 tələbi pambıq parça üçün nəyi müəyyən eləyir? Biz demişdik ki, düist nə idi? Düist parça xüsusiyyətlərini və keyfiyyətinin göstəriciləri idi. Yəni standartları idi. Biz artıq pambığın adını verməsiydi də, onsuz da onu düistin görəndə biləcəkdik ki, söhbət pambıqdan gedir. Və həmin o kodu da yazanda biz pambıq haqqında bütün xüsusiyyətləri avtomatik olaraq gələcək bizə. Yəni həmin o sistemə əsasən. Ona görə burada düzgün cavabımız nə olur? B variantı olur. Sonra 21-də deyir ki, aşağıdakılardan hansı əsas ana rənglərə aiddir? Təbii ki, bu çox sadə mövzudur. Ana rənglərimizi artıq tanıyırsınız, dəyərli müəllimlər. Deməli, ana rənglər deyən kimi sarı, qırmızı, göy rəngdir. Ona görə də düzgün variantımız qırmızı, sarı, göy. B variantı. Sonra növbəti testimiz deyir ki, xromatik rənglərə aid olmayan rənglər hansılardır? Təbii ki, biz xromatik rəng axtaranda burada hansı rəngi axtaracağıq? Aid olmayan deyir. Ümumiyyətlə, burada məsələn qırmızı xromatikdir, yaşıl xromatikdir, qara axromatikdir, narıncı xromatikdir. Ona görə bizə aid olmayan soruşduğuna görə biz axromatik rəngi götürürük, qaranı. Sonra deyir, əsas rənglərin qarışığından hansı rəng alınır? Deməli, burada hal-hazırda qara axromatikdir, ondan heç bir rəng alınmır, boz axromatikdir, ağ da axromatikdir, yaşıl xromatikdir. Ona görə bizə deyir ki, əsas rəngin qarışığından. Əsas rənglərdən də göylə sarının qarışığından yaşıl alınırdı. Ona görə düzgün cavab C variantıdır. Sonra gəldik şəkildə hansı drapirovka əks olunub? Bu sualda müəllimlər səhv yazmışdı. İstəyirəm qoy bir izahlı deyim. Bəzən müəllimlər çaşırlar altındakı mailliyə görə fikirləşirlər ki, bu mürəkkəbdir. Amma bu mürəkkəb deyil müəllimlər. Bu bizə diagonal drapirovkanı xatırladır. Diagonal drapirovkada biz nə demişdik? Dedik ki, elə bir-birinə əks istiqamətdə tutularaq, dartılaraq alınan nizamlı qatlar diagonal drapirovkadır. Və burada da hal-hazırda bizə diagonal drapirovkanı verib. Diagonal drapirovkada sadə drapirovkanın növünə aid olduğuna görə düzgün cavabımız A variantıdır. Sonra gəldi 25-ə. Deməli, dəyərli müəllimlər, 25-də də deyir ki, drapirovka texnikasının geyim üzərində tətbiqi, həmçinin parçanın estetikasını necə dəyişir? Burada da düzgün cavabımız B variantıdır. Parçanı yumşaq axıcılıq verir, zərif bir görünüş verir, bədən quruluşunu gözə çapdırır drapirovka. Ona görə düzgün cavabımız B variantıdır. Sonra 26 deyir ki, geyimin bədii layihələndirilməsi nəyi ifadə edir? Əlbəttə ki, geyimin bədii layihələndirilməsi elə adından da bəllidir. Rənglərin, formasını, materialını, üslubunu, yəni bu da düzgün cavab B variantıdır. Sonra 27-ci sualımız çox maraqlı bir sualdır. Deyir ki, uşağın otağını tərtib edərkən hansı rənglərdən istifadə etmək onun yuxu keyfiyyətini yaxşılaşdıra bilər? Deməli, biz əsasən rəngləri keçəndə dedik ki, məsəl üçün, yaşıl rəng əsəb sistemini sakitləşdirirdi. Mavi rəng təxəyyülü inkişaf elətdirirdi. Burada da bizə deyir ki, uşağın yuxu keyfiyyətini artırmaq məqsədi ilə. Yəni, bu da bir növ sakitləşdirici rol oynamalıdır əsas burada. Ona görə də mavi ilə yaşlı seçirik. Sonra 28-ci testdə deyir ki, hansı papaq növü
daha çox dağlıq və çöl bölgələrində istifadə olunur. Bu dərsi təzə keçmişik. Elə adından da bəlli olduğu kimi burada Çərkəz papağıdır. 29 deyir, baş kanonuna görə ideal insan bədəni neçə baş hündürlüyündə yerləşir? 8 baş hündürlüyündə. Çox sadə sualdır. Hansı bədən tipi dar çiyinləri və çanağı uzun ayaqları ilə xarakterizə olunur? Deməli, biz tipləri keçərkən dedik ki, əgər ensiz çiyin, gödək gövdə və uzun ayaqlardırsa, söhbət dolichomorfdan gedir. Sonra, əgər bir insanın baş ölçüsü 22 cm olarsa, baş kanonuna görə onun bədən uzunluğu nə qədərdir? Deməli, dəyərli müəllimlər, biz demişdik, bunu necə hesablayırdıq? Normal insan boyu 8 cm daha doğrusu 8-yə bərabər olurdu. Baş ölçüsü də 22 cm idi. O saat 22-ni 8-ə vururuq. Düzgün cavabımız olur 176. Aha. Ondan sonra keçdik 32-yə. 32-də də deyir ki, dəyərli müəllimlər, geyim insan bədəninin neçə faizini təşkil edir? Bu da düzgün cavab 90%'dir. Sonra 33'də deyir, geyimin eskizini hazırlayarkən hansı xətlərdən istifadə edilə bilər? Təbii ki, biz bu dərs təzə keçmişik. Burada şaquli, üfüqi və diagonal xətlərdən söhbət gedir. Çox sadə sualdır. 34. Aşağıdakılardan hansılar konstruktiv xətlərə aid etmək olar? Bu dərsdən yeni keçmişik. Konstruktiv xətlər hansılar idi müəllimlər? Bir yada salın. Biz dedik ki, geyimin əsas hissələrinin birləşdirilməsi zamanı istifadə olunan xətlər idi. Buna da məsələn elə A variantı ilə bizə oradan o saat, yəni gözümüzə batır ki, yan tikiş, çiyin tikiş, qol tikiş. Bu da konstruktiv xətlərin əsas xüsusiyyətlərini özündə ehtiva edir. Sonra deyir, bir gündə 1 sm uzanan təbii lif. Bu da bambukdur. Təbii liflər keçəndə keçmişdik. 36. 11 qrup intervalında yetişən ən yaxşı 2,5, 3,5 dərəcəsi olan yanarkən kağız qoxusu verən lif hansıdır? Təbii ki, bu pambıq lifidir. Sonra sapı alüminium folqasından 0,2, 0,8 mm və ondan çox. Əksər halda isə 0,4 mm enində şırımlanmış sapdan hazırlanır. Təbii ki, bu alnit sapıdır. 38. Deyir ki, yun lifi neçə qatdan ibarətdir? Deməli, dəyərli müəllimlər, yun lifi neçə qatdan ibarət idi? Yun lifi biz demişdik ki, 3 qatdan ibarət olurdu. Kutikulka, korteks, özək, mərkəz qat. Düzgün cavab B variantıdır. Bir də ən kiçik raporta malik olan toxuma, bunu da sizə qrupa atmışdım, imtahan sualı olmuşdu. Söhbət kətan toxumasından gedir. 40-cı sualımızda da deyir ki, parçada uzununa gedən lif necə adlanır? Uzununa gedən lifimiz də əriş idi, təbii ki. Aha. Sınağımız bu qədər müəllimlər. Hər birinizə uğurlar arzulayıram. Hal-hazırda cavabları da vurum ki, yəni gözünüzdən görün. Aha. Bəli, gördüyünüz kimi 40-a 40 cavablarımız doğru oldu. Hər birinizə uğurlar arzulayıram. İnşallah növbəti dərslərimizdə görüşənə qədər.